insan aşiq olsa, onda eşq onu o çətinliklərə baş vurmağa sürükləyəcək. Yoxsa ki, insan ağlı ilə çətinliklərə, mənəvi ləzzət arxasıca gedə bilmir. Bilirsiniz, biz həmin adamlarıq da, neçə illərdir dindarıq. Niyə bütün ürəyimiz istəyənlər eləmirik? Özdə elm əhli, yəqinimiz var ki, olan hamısı faydalıdır. Bilirik ki, uzun səcdələr, gecə ibadətləri, çoxlu Quran oxumaq, oruç tutmaq, nə bilim, Allahı çoxlu zikr eləmək çox faydalıdır. Bunu hamımız bilirik. Əlimizi Qurana basarıq. Yəni, ağlımız yerindədir və elmimiz də var. Amma çəkicilik yoxdur. Amma biz o biri ləzzətlər var, o nəfsani ləzzətlər. Onların arxasıca tez qaçırıq. Bəzən onlara görə günah eləyirik. Bəzən insan heç ehtiyacı olmadan günah eləyir. Niyə? Elə onlara görə. Məsələn, naməhrəmə aid olan, şəhvətə aid olan günahların çoxu belə bundandır. Və yaxud da yeməyə aid olan. Bəziləri gedir, məsələn, haram yeməklərin arxasıca. Və s. Ehtiyacı olmadandır bu günahlar. Niyə? Çünki ləzzət var. İnsan ləzzətin arxasındadır. İndi bəs necə eləyək? Ona görə alimlər deyir ki, gərək eşq məsələsini gündəmə gətirəsiniz. Eşq gələndən sonra səni o zəhmətli yola çəkib aparacaq və sən müvəffəq olacaqsın.